İnformasiya təhlükəsizliyi anlayışı. Salam əziz izləyicilər. Bugünkü dərsimizdə çox vacib bir mövzudan danışacağıq. İnformasiya təhlükəsizliyi anlayışı. Bu mövzu dövlət qulluğu imtahanında da tez-tez qarşımıza çıxır və həm dövlət, həm də şəxsi səviyyədə çox böyük əhəmiyyət daşıyır. Təsəvvür edin ki, siz bir dövlət idarəsində işləyirsiniz və orada vətəndaşların şəxsi məlumatları saxlanılır. Əgər bu məlumatlar kənar şəxslərin əlinə keçsə, bu həm dövlət sirrinin pozulması, həm də ictimai etimadın sarsılması deməkdir. Ona görə də bu mövzunu yaxşı başa düşmək və gündəlik işimizdə tətbiq etmək çox vacibdir. İndi isə gəlin baxaq, informasiya təhlükəsizliyi nə deməkdir? İnformasiya təhlükəsizliyi, informasiyanın icazəsiz giriş, dəyişiklik, məhv edilmə və yayılma hallarından qorunması üçün görülən tədbirlər sistemidir. Sadə dillə desək, məqsəd budur ki, məlumat yalnız etibarlı, düzgün və yetkili şəxslərə açıq olsun. Məsələn, tutaq ki, sizin iş yerinizdə istifadəçi adınız və parolunuz var. Əgər bu məlumat başqasının əlinə keçərsə, həmin şəxs sizin adınızdan sistemə daxil ola bilər. Bu, informasiya təhlükəsizliyinin pozulması deməkdir. İnformasiya təhlükəsizliyi təkcə texniki məsələlərdən ibarət deyil. Bəzən sistem nə qədər güclü olsa da, istifadəçinin diqqətsizliyi təhlükə yaradır. Məsələn, kiminsə sizə saxta e-mail göndərib, şifrənizi yeniləyin deməsi və siz də orada parolunuzu yazmağınız. Bu, sosial mühəndislik adlanır və insan amilindən istifadə edilərək məlumat oğurluğu həyata keçirilir. İnformasiya təhlükəsizliyinin əsas prinsipləri. İnformasiya təhlükəsizliyi 3 əsas prinsip üzərində qurulub. Bu prinsiplər beynəlxalq səviyyədə CIA triadası kimi tanınır. CIA burada Mərkəzi Kəşfiyyat İdarəsi mənasında deyil. Confidentiality, məxfilik, integrity, bütövlük və availability, əlçatanlıq sözlərinin baş hərflərini ifadə edir. Bu triada informasiya təhlükəsizliyinin təməlini təşkil edir və hər bir dövlət və ya təşkilatın məlumat mühafizəsi sistemi bu prinsiplərə əsaslanmalıdır. Məxfilik. Məxfilik prinsipi o deməkdir ki, məlumat yalnız icazəsi olan şəxslər tərəfindən görülə bilər. Başqa sözlə, məlumatın kimə aid olduğu, kimlər tərəfindən görülə biləcəyi və necə qorunacağı müəyyənləşdirilməlidir. Məsələn, dövlət orqanında çalışan bir işçi yalnız öz səlahiyyəti çərçivəsində məlumatlara baxa bilər. Şəxsi məlumatlar, ad, soyad, şəxsiyyət nömrəsi, maaş məlumatı və s. yalnız bu məlumatı işləməyə icazəsi olan əməkdaşlara açıq olmalıdır. Əgər bu prinsip pozularsa, məlumat sızması baş verir və bu həm hüquqi, həm də reputasiya baxımından ciddi nəticələr doğura bilər. Məxfilik üçün əsas tədbirlər bunlardır. Güclü parollardan istifadə, məlumatların şifrələnməsi, icazə səviyyələrinin düzgün təyin edilməsi və məlumatlara girişin nəzarətdə saxlanması. Bütövlük. Bütövlük prinsipi məlumatın dəyişdirilmədən, düzgün və etibarlı formada qalmasını təmin edir. Bu deməkdir ki, məlumatda icazəsiz dəyişiklik edilməməli, hər hansı bir müdaxilə dərhal aşkar olunmalıdır. Məsələn, əgər bir dövlət bazasında vətəndaşın doğum tarixi və ya ünvanı dəyişdirilərsə, bu artıq məlumatın bütövlüyünün pozulması deməkdir. Hakerlər və ya zərərli proqramlar məlumatları dəyişə, silə və ya saxtalaşdıra bilər. Bütövlüyü qorumaq üçün istifadə edilən üsullar. Məlumatın nüsxələrinin müqayisəsi, kontrollar və yoxlama mexanizmləri, istifadəçi fəaliyyətinin qeydiyyatı, avtomatik bərpa mexanizmləri. Əlçatanlıq. Əlçatanlıq prinsipi o deməkdir ki, məlumatdan istifadəçilər ehtiyac duyduqları anda yararlana bilməlidirlər. Yəni, sistemlər 7/24 işləməli, məlumatlar dayanıqlı serverlərdə saxlanmalı və ehtiyac zamanı sürətlə açılmalıdır. Bu prinsip pozularsa, məsələn, dövlət saytları və ya elektron xidmətlər vətəndaşlara əlçatan olmaz, bu isə fəaliyyətin iflic olmasına səbəb olar. Əlçatanlığı təmin etmək üçün tədbirlər, serverlərin ehtiyat nüsxəsini saxlamaq, fövqəladə hallar üçün bərpa planı, güclü texniki infrastruktur və fasiləsiz enerji təminatı, DDoS hücumlarının qarşısını alan sistemlərdən istifadə. Gördüyümüz kimi bu üç prinsip, məxfilik, bütövlük və əlçatanlıq, informasiya təhlükəsizliyinin əsasıdır. Onlardan biri pozularsa, sistem artıq etibarlı sayılmır. Məsələn, məlumat sızırsa, məxfilik pozulur, məlumat dəyişdirilibsə, bütövlük pozulub, məlumat əlçatan deyilsə, əlçatanlıq pozulub. Bu səbəbdən istər dövlət qulluqçusu, istərsə də sadə istifadəçi, hər birimiz bu prinsipləri gündəlik fəaliyyətimizdə nəzərdə saxlamalıyıq. Təhlükələr və qorunma tədbirləri. İnformasiya təhlükəsizliyinə təhdidlər iki əsas qrupa bölünür: texniki və insan amilli. Texniki təhlükələrə viruslar, haker hücumları, şəbəkə sızmaları və sistem nasazlıqları daxildir. İnsan amilli təhlükələr isə daha çox istifadəçilərin səhlənkarlığı və ya aldadılması ilə bağlı olur. Məsələn, phishing elektron poçtları, saxta veb saytlar və zəif parollar buna misaldır.
Bu cür halların qarşısını almaq üçün bir neçə qorunma tədbiri görmək lazımdır. Güclü və fərqli parollardan istifadə etmək, antivirus və təhlükəsizlik proqramlarını yeniləmək, məlumatların ehtiyat nüsxəsini saxlamaq, şübhəli faylları açmamaq, işçilərə mütəmadi təhlükəsizlik təlimləri keçmək. Unutmayaq ki, informasiya təhlükəsizliyində ən vacib amil diqqətli olmaqdır. Yekun. Beləliklə gəldik dərsimizin sonuna. İnformasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil, həm də məsuliyyət məsələsidir. Hər birimiz məlumatlarımızı qorumağa borcluyuq. Dövlət orqanlarında çalışanlar üçün isə bu həm də vəzifə borcudur. Yadda saxlayaq, informasiya təhlükəsizliyi, məxfilik, bütövlük və əlçatanlıq üzərində qurulub. Əgər bu üç prinsip qorunarsa, həm şəxsi, həm də dövlət səviyyəsində məlumatlarımız təhlükəsiz olacaq. Test nümunələri. Beləliklə, bu dərsimizdə informasiya təhlükəsizliyinin əsas prinsipləri ilə tanış olduq. Ümid edirəm ki, artıq məxfilik, bütövlük və əlçatanlıq anlayışlarının nə demək olduğunu və onların niyə bu qədər vacib olduğunu daha yaxşı başa düşdünüz. Unutmayın, məlumatın qorunması yalnız texniki məsələ deyil, həm də məsuliyyət məsələsidir. Məlumatlarımızı qorumaqla həm öz təhlükəsizliyimizi, həm də dövlətimizin etibarlılığını təmin edirik. Bugünlük bu qədər. Gələcək dərslərdə görüşənədək sağ olun və təhlükəsiz qalın.